Lillahi Rabbil Alemin və sallallahu və səlləm alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecmain. Əmmə bəd, Salihlərin Baxsası kitabında səbir bölümündə 31-ci hədisi oxuyuruq. Demək, Suheybdən radiyallahu anhdan gələn hədisdə Allahın Resulü sallallahu aleyhi ve sellem dedi: Sizdən öncə bir məlik var idi, padişah var idi. Onun seyirbazı var idi. O seyirbaz ki, o vaxt böyük yaşlaşır. Həmin o padişaha deyir ki, krala deyir ki, mən artıq böyümüşəm, mənə bir oğlan göndər, ona mən sehir örgədim. Məlik ona bir oğlan göndərir ki, ona sehiri örgətsin. Yəni ona göndərir, o da ona örgədir. Və yolun üstündə həmin o oğlan burada məsələn ola bilsin 12 yaşda ola bilər, 13 yaşda ola bilər. Bu meyizdə yolun üstündə bir rahiblə rastlaşır. Rahib, yəni ibadət edən xristianlarda o vaxt ibadət edən kəsə yəni, rahib deyirlər, abiddir, yəni abidlə. Və oturur onun yanında və onun kəlamlarına qulaq asır, xoşuna gəlir. Həmin uşağın xoşuna gəlir onun kəlamları. Sehirbazın yanına gəldikdə o rahibin, həmin o ibadət edən kəsin yanından keçir, onun yanında oturur, ona qulaq asır. Sehirbazın yanına ki, gəlir, sehirbaz onu vurur. Gedir, rahibə şikayət edir ki, mən deyir, sehirbazın yanına gedəndə sehirbaz məni vurur və şikayət edir. Sehirbaz ona nə deyir? Deyir ki, valideynlərin yanına geçəndə valideynlər onu vurur. Deyir ki, əgər sehirbazdan qorxsan, rahib ona deyir, ona denən ki, əhlim məni həbs eləmişdi, saxlamışdı. Yəni, burada onu teoriyaya yönəldir. Zahirdə bu yalan görsənir. Amma ola bilsin, onlarda həmin vaxtı caiz idi bu formada. Amma həmçinin teoriya deyə bilərsən buna. Əgər əhlindən qorxduqda, deyin ki, sehirbaz məni həbs eləmişdi, saxlamışdı yəni. Fəbeynəməhu alə zəlik, bu halda, bu hal üzərində iz ətə alə dəbbətin azimə. Yəni, bu sehirbazdan da örgənir, rahibdən də örgənir. Şəkdədir. Yəni, bu halda gedir. Və bir gün görür ki, böyük bir dənə heyvan insanların yolunu kəsibdir. Fəqal, həmin o zaman deyir ki, bu gün deyib biləcəm, rahib mi əfsəldir, yoxsa sehirbaz mı əfsəldir? Və bir daşı götürür əlinə və deyir ki, Allahümmə, in kənə əmru rahibi əhəbbə ileyk min əmri səhir, deyir Allahım, əgər rahibin, həmin abidin işi sehirbazın işindən sənə daha sevimlidirsə, onda deyir, bununla bu heyvanı gətir elə ginən. Bu heyvanı gətir elə, daşı götürür. Hətta insanlar buradan keçsinlər və daşı atır. Daşı atır, heyvan ölür. Böyük bir heyvan beləcə bir daşdan ölür. Və insanlar yolu keçirlər. Rahibin yanına gəlir, xəbər verir. Rahib ona deyir ki, ey oğulcağım, sən deyir, bugün məndən də əfsəlsən. Yəni, sən öz işindən elə bir vəziyyətə satıbsan ki, mən görürəm ki, sən yaxşı bir vəziyyətə satıbsan. Sən deyir, imtihan olunacaqsan. Gönə deyir, xəbər verir ki, imtihan olunacaqsan sən. Bəla gələcək. Yəni, imtihan, bəla gəlmək imtihandır yəni. Əgər bəla imtihan gəldikdə sənə, bəlaya düşdükdə, heç kimi mənə yönəltmə. Demək ki, məsələn, filan kəs. Görürdün ki, həmin oğlan kör bir kəsi, o dəri xəstəliyi olan kəs var, dəri ağarır, o xəstəni sağaldır. Cüzəm deyil, o başqa şeydir. Cüzəm ətin tökülməsidir, mən bilən. Hə. Və insanları, müxtəlif xəstəlikdə olan insanları müalicə edir. Həmin o məlikin, o kralın vəziri olur, bunu eşidir. Artıq gözü kör olmuşdur bunun. Və həmin oğlana çoxlu hədiyyələrlə gəlir, gətirir və deyir ki, bunlar sənindir, əgər sən mənə şəfa versən. Əgər sən mənə şəfa versən, bunlar sənin. O da deyir ki, mən heç kimə şəfa verən deyiləm. Şəfa verən Allahdır. Əgər sən Allaha iman gətirsən, dua edərəm Allaha, Allah sənə şəfa verər. Həmin o məlikin
vəziri iman gətirir. Allah Subhanahu taala da o kəsə şəfa verir. Və məlikin yanına gəlir, oturur. Necə ki, otururdu onun yanında. Məlik ona deyir ki, sənin gözünü kim sənə qaytardı? Deyir ki, Rəbbim. Deyir ki, sənin məndən başqa Rəbbim var. Rububiyyəti iddia edir də həmin kral. Deyir ki, mənim və sənin Rəbbin olan Allah. Və həmin məlik onu götürür. O qədər əzab verir ki ona. Hətta bu, o əzaba dözə bilmir, yönəldir onu oğlana. Və oğlan gətirilir. Və məlik ona deyir ki, ey olacaq, sən bugün deyir, sehirdən elə bir deyir, hala çatıbsan ki, deyir, artıq çora, bu dəri xəstəsi olan insanlara, başqalarına nə edirsən? Müalicə edirsən, sağaldırsan. Oğlan da ona deyir ki, mən bir nəfərə də şəfa verən deyiləm, şəfa verən Allahdır. Məlik götürür həmin oğlanı, başlayır əzab verməyə ki, bunun əsli hardan gəlir də bilmək istəyir. Həmin oğlan nə edir? Rahibə yönəldir. Məliki yönəldir rahibə. Gedirlər, rahibi gətirirlər. Ona deyirlər ki, dinindən dönginən. Rahib boyun qaçırır. Mişar gətirirlər. Mişar bilsizdə nədir? O şəsrət dəmir. Və onun başının ortasından qoyub, onu iki yerə ayırırlar. Başının ortasından qoyub, mişarla onu iki yerə ayırırlar. Hər bir yarısı bir tərəfə düşür. Sonra həmin məlikin vəzirini gətirirlər. Ona deyirlər ki, dinindən döngünən. O da boyun qaçırır. Həmin mişar onun yenə başının ortasından qoyurlar. Bunu da iki yerə bölürlər. Hər bir tərəfi, bölünmüş tərəfi bir tərəfə düşür. Sonra oğlanı gətirirlər. Deyirlər ki, dinindən döngünən. Oğlan da boyun qaçırır. Onu bir neçə nəfərlə məlik göndərir. Deyir ki, gedin buna filan dağın üzərinə. Çıxın, bunu qaldırın dağın üzərinə. Ora çatdıqda, əgər dinindən dönsə, yoxsa elə onu oradan da atın. Dönsə, dönməsə onu oradan da atın. Və onu götürüb gedirlər, o dağın başının üzərinə çıxırlar. Həmin oğlan nə deyir? Deyir ki, Allahumma kifinihim bimə şit. Allahım, nə ilə istəyirsənsə mənə kifayət ol onlardan. Nə ilə istəyirsənsə mənə kifayət ol onlardan. Və dağ titrəməyə başlayır. Onlar hamısı dağdan düşürlər yerə. Və həmin oğlan yeriyə məlikin yanına gəlir. Məlik ona deyir ki, nə oldu kəslər səninlə gedənlərə? Deyir ki, Allah Subhanahu taala mənə kifayət oldu. Onlardan, yəni mənə kifayət oldu. Və yenə bir toplum insanla onu göndərir, deyir, aparın bunu qoru, yəni lötkada, hər hansı bir lötkada gedin dənizin ortasına. Əgər dinindən dönsə və dönməsə onu atın ora. Yəni deyin dinindən dönsün, dönməsə atın onu, batırın orada. Və bunlar bunu götürüb gedirlər, yenə həmin duanı edir, deyir ki, Allahumma kifinihim bimə şit. Allahım, istədiyin şeylə mənə kifayət ol onlardan. Həmin o lötka çevrilir, onlar hamısı batırlar. Yenə oğlan Məlikə tərəf gəlir. Məlikə deyir ki, Məlik ona deyir ki, nə oldu həmin səninlə gedən kəslərə? Deyir ki, Allah mənə kifayət oldu onlardan. Və Məlikə deyir ki, sən bugün məni qətl edə bilməyəcəksən. Hətta mən sənə əmr elədiyim şey eləməyənə kimi. Deyir ki, nədir o? Əmr elədiyin şey nədir? Deyir ki, insanların hamısını bir hündür yerə topla ginən. Məni bir kötükdən as. Sonra bir oxu götür, qabından, yəni ox qabından oxu götür, onu qoy deyir yaya, yayın ortasına qoy ginən. Sonra deyirən ki, bu oğlanın Rəbbinin adı ilə at. Onu, məni vur ginən ondan. Bu halda sən məni qətl edə bilərsən. Və Məlik insanları hündür bir yerə yığır, oğlanı bir kötükdən asır. Sonra bir oxu götürür öz qabından, qoyur onu yaya, yayın, yəni ortasına qoyur. Deyir ki, bu oğlanın Rəbbinin adı ilə sonra onu atır. Həmin ox düz oğlanın boğazı ilə sinəsinin birləşdiyi yerə girir. Düz bura girir.
Oğlan əlini onun üzərinə belə qoyur, oxun üzərinə qoyur və dünyasını dəyişir, ölür. Və insanlar deyirlər ki, biz oğlanın Rəbbinə iman gətirdik. Məlik fəutiyə əl-məliku fəqilə ləhu. Məlik gətirilir, onu deyilir ki, yəni gəlirlər məlikin yanına, ona deyirlər ki, ərəaytə mə kuntə təhzər. Nədən ki çəkinirdin? Gördün onu, artıq Allah həmin şeyi sənə nazil elədi. Nədən ki çəkinirdin? İnsanlar hamısı iman gətirdilər. Və Məlik əmr edir ki, böyük bir dənə xəndək qazılsın. Quyu qazılsın bir dənə. Həmin xəndəqin qıraqlarına bıçaqlar düzülsün. Və orada böyük bir od qalansın. Kim ki dinindən dönməsə, onu ora atın, həmin oda. Və yaxud da deyir ki, iqtəhim. Yəni o kəsi kəsin. Fəfəalu həttə cəət imrat. Yəni bunu edirlər. Kim dindən dönmür. Hamı kəsirlər, doğrayırlar. Dəmir daraqlarla ətlərini, sümüklərindən ayırırlar. Heç kim dindən dönmür. Hətta deyir, bir qadın gətirilir, onunla bir körpəsi olur. Süd əmərdir. Qadın ora düşməkdən özünü saxlayır. Körpəsi qucağındadır deyə. Özünü saxlayır. Körpəsində, qucağındakı körpə ona deyir ki, ey anacan, səbir elə. Sən bugün haqq üzərindəsən. Qucağındakı körpəsi danışır ki, səbir elə. Bugün sən haqq üzərindəsən. Və onlar atılırlar ora. Bunu rəvayət edən Müslimdir. Müslimdə gələn rəvayətdir. Yəni, bəzi burada sözlər keçmişdir. Onların mənalarını nədir? Dağın hündür zirvətül cəbəl deyəndə, yəni ən yüksək yeri qəsd olunur. Həmçinin qorqur mənası gəminin bir növüdür. Uxdud, yəni yerdə bir şey böyük bir quyunun qazılmasıdır. Sanki bir çay kimi belə qazılır o formada. Udrimə, yəni uqidə, orada od qalanılır. Yəni burada inkəfəət mənası inqalabət mənasındadır. Yəni təqaəsət mənası qadının dayanması və ehtiyat eləməsi mənası. Gələn səfər inşallah şərhini oxuyarıq bu hədisin. Allah təala istəyirəm ki, bizləri eşidib faydalanır eləsin.